İsmayıllı rayonunda xalçaçılıq sənətinin qorunması və gənc nəslə tanıdılması məqsədi ilə maraqlı layihəyə start verilib. Rayonun Xoşbəxt X xalçaçılıq müəssisəsində Naxışlarda Yaşayan Tarix adlı qrant layihəsinin açılış mərasimi keçirilib. Layihə təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli Məktəb Liseyin fizika və texnologiya müəllimi Gülbəniz Əhmədova olub. Tədbirdə İsmayıllı rayon təhsil sektorunun müdürü Rəşid Məmmədov, Həmkarlar İttifaqının sədri Hafiz Kərimov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb liseyin direktoru Vasif Abdullayev, müəllimlər və şagirdlər iştirak ediblər. Açılış mərasimi dövlət himninin səsləndirilməsi və vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Layihənin rəhbəri məktəbin fizika müəllimi Gülbəniz Əhmədova layihənin məqsədləri barədə ətraflı məlumat verib. Bugün uğurlu günlərdən biridir. Ona görə ki, bizim məktəbimiz 9-cu qrant layihəsinin qalibidir və biz Naxışlarda Yaşayan Tarix layihəsi ilə bu uğuru qazanmışıq və bizim məqsədimiz bu layihədə odur ki, Naxışlarda yaşayan, o ilmələrdə yaşayan tariximizi gələcək nəslə ötürək və onlar da öz növbəsində gələcəyə ötürsünlər. Layihəmizin əsas məqsədi şagirdlərə bilik və bacarıqlar qazandırmaq, onlarda təbiətə və mədəni irsə qarşı məsuliyyət hissini formalaşdırmaq, həmçinin dayanıqlı inkişaf prinsiplərini aşılamaqdır. Bu istiqamətdə həm nəzəri, həm də praktik fəaliyyətlər nəzərdə tutulub. Çıxış edən qonaqlar bu kimi layihələrin gənclərin yaradıcılıq imkanlarını genişləndirdiyini, xalçaçılıq sənətinin isə milli dəyərlərimizin daşıyıcısı kimi qorunmasının vacibliyini qeyd ediblər. Tədbirin sonunda məktəblilər Naxışlarda Yaşayan Tarix adlı musiqili kompozisiya ilə çıxış ediblər. Layihə çərçivəsində şagirdlər xalça naxışlarının mənası, simvolikası və tarixdəki yeri barədə biliklər əldə edəcək. Həmçinin xalça toxuculuğu üzrə praktik məşğələlərdə iştirak ediblər. Rafiq Həsənov, Elçin Məlikov, Ülviyə Orucova, İsmayıllı.